Hər kəsə salam. Bugün biz təhsil sahəsində çalışanlar, xüsusən də kurikulum dizaynerləri və müəllimlər üçün əsl oyun dəyişdirici ola biləcək bir mövzunu incələyəcəyik. Biz tamamilə Vüsalə Qacarın orijinal master-klassına əsaslanaraq Metodistin iş planı, biliyin 4 növü adlı materialı olduğu kimi heç bir kənar əlavə etmədən addım-addım söküb yığacağıq. Yaxşı, gəlin vaxt itirmədən birbaşa mövzuya daxil olaq. Bilirsiniz, Vüsalə Qacarın burada çox sevdiyim fundamental bir fikri var. O deyir ki, bilik növünü düzgün müəyyən etmək, tapşırığın koqnitiv səviyyəsini və uyğun qiymətləndirmə məyarını seçməyin təməlidir. Düşünün, biz şagirddən əslində nə tələb etdiyimizi bilmədən onun öyrənib-öyrənmədiyini necə ölçə bilərik? Yəni, bu çərçivə sadəcə quru bir nəzəriyyə deyil, dərsimizin, gündəlik işimizin düz onurğa sütunudur. Qısa bir xəritəmizə baxaq. Biliyin 4 növünə qısa bir giriş edib, faktoloji, konseptual, daha sonra isə prosedural və metakognitiv bilikləri incələyəcəyik. Aradakı gizli tələlərə dəydikdən sonra praktiki diaqnostika tətbiq edib, öyrənmənin tam dövrəsi ilə işi yekunlaşdıracağıq. Birinci hissə. Biliyin 4 növünə giriş. Tədris prosesini 4 ayaqlı möhkəm bir masa kimi düşünün. Bu 4 əsas sütun, faktoloji, konseptual, prosedural və metakognitiv biliklər birləşib şagirdin beyin xəritəsini cızır. Ən təməl məlumatlardan tutmuş, şagirdin öz öyrənmə prosesini dərk etməsinə qədər hər şey bu 4 elementin üzərində dayanır. İkinci hissəyə keçirik. Faktoloji və konseptual bilik, yəni hər şeyin təməli. Faktoloji, yəni deklarativ bilik bizim ən baza səviyyəmizdir. Bura bir növ məlumat anbarıdır. Burada ən vacib açar sözlərə diqqət edin. Kim, nə, harada, nə vaxt. Əgər bir tapşırıq içində terminlər, xüsusi adlar, tarixi faktlar varsa və sadəcə xatırlamaq, sadalamaq tələb olunursa, heç düşünmədən deyin ki, bəli, bu təmiz faktoloji bilikdir. Gəlin beynimizdə canlandıraq. Şagirddən soruşursunuz, Azərbaycan ədəbiyyatında ilk divan müəllifi kimdir? Və ya Poltava döyüşü neçənci ildə baş verib? Cəmi bir neçə saniyə düşünün, fikir verdiniz? Şagird burada heç bir dərin analiz filan etmir. O, sadəcə olaraq lazım olan informasiyanı yaddaşından copy-paste edib sizə verir. Məhz elə buna görə bu faktoloji bilikdir. İndi isə işlər biraz marallaşır. Konseptual bilik. Artıq biz sadəcə faktları əzbərləməkdən çıxıb, onların strukturunu, mexanizmini anlamağa başlayırıq. Oradakı böyük hərflərlə yazılmış əlaqə sözünə baxın. Bax, konseptualın bütün sirri bu sözdədir. Niyə, nə üçün, sualları, müqayisə et, qruplaşdır tipli tapşırıqlar bilavasitə konseptual biliyin indikatorlarıdır. Məsələn, başqa bir ssenariyə baxaq. Fotosintez və tənəffüs prosesləri arasındakı əlaqəni izah et. Burada sadəcə fotosintezin tərifini bilmək kifayət etmir, elə deyilmi? Şagird böyük mənzərəni görməli, bu iki prosesin bir-birindən necə asılı olduğunu tapmalıdır və bu səbəb-nəticə əlaqəsi birbaşa konseptual bilik tələb edir. Üçüncü hissə. Prosedural və metakognitiv bilik, hərəkət və strategiya. Prosedural bilik, adından da bəlli olduğu kimi, bir işi necə etmək haqqında bilikdir. Bir növ reseptdir, alqoritmdir. Addım 1, addım 2, addım 3. Əsas hədəf hər hansı bir ardıcıllığı icra etməkdir. Və burada qızıl bir qayda var. Prosedural bilik müəyyən müddətdən sonra avtomatikləşib vərdişə çevrilə bilər. Avtomobil sürməyi öyrəndiyiniz ilk vaxtları xatırlayın. Əvvəlcə hər addımı düşünürdünüz, amma indi bunu avtomatik edirsiniz. Buna bir nümunə verək. Kompüteri işə salmaq üçün hansı ardıcıllığa riayət etmək lazımdır? Çox sadə və konkret. Düyməni basmaqdan tutmuş, əməliyyat sisteminin yüklənməsinə qədər ardıcıl bir proses var. Və əgər sən bu ardıcıllığı pozsan, kompüter işə düşməyəcək. Tam bir prosedural yanaşma. Və gəldik ən zirvəyə, metakognitiv biliyə. Bu, artıq şagirdin öz beyin proseslərinə, öz öyrənməsinə yuxarıdan baxa bilməsidir. Bura çox fərdi bir sahədir. Açar sözlərimizə diqqət edin. Özünü yoxlama, strategiya və ən əsası, ən yaxşı və ya daha faydalı kimi sözlər. Şagird burada artıq özünə sual verir ki, mən bunu necə daha yaxşı öyrənə bilərəm? Təcrübi suallara baxaq, informasiyanı daha yaxşı yadda saxlamaq üçün nə etməliyəm? Və ya ən çətin hissəni öyrənmək üçün strategiyanızı qeyd edin. Fikir verirsinizsə, cümlədəki daha, ən və öz sözləri qışqırır ki, mən metakognitiv bir tapşırığam. Və yadda saxlayın, burada hamı üçün keçərli olan tək bir doğru cavab yoxdur. Hər şagirdin öz fərdi strategiyası var. Dördüncü hissə. Tələlər və güclü prosedurlar. Diqqətli olun, bura biraz gəlizdir. Baxın, bu hissə həqiqətən kritikdir.
Biz buna necə tələsi deyirik. Adətən elə bilirik ki, harda necə sualı gördük, deməli bu proseduraldır. Xeyr. Məsələn, İlk yardım çantasından istifadə edərək kəsiyi necə sarıyarsan, bəli, bu proseduraldır. Ardıcıl fiziki addımlar var. Amma əgər hər kəs hər zaman istədiyini etsəydi, cəmiyyət necə olardı? Burada hansı alqoritm var? Təbii ki, yox. Şagird ehtimallar və səbəb-nəticə qurur. Yəni bu konseptual bilikdir. Sualın mənasına odaqlanmaq mütləqdir. Digər məsələ isə dil qaydalarındakı gizli prosedurlardır. Məsələn, cümlənin sintaktik təhlili kənardan çox sadə, faktoloji bilik kimi görünə bilər. Amma əslində bu, qatı bir alqoritmdir. Addım 1. Baş üzvü tap. Addım 2. Sual verib mübtədanı tap. Addım 3. İkinci dərəcəli üzvləri tap. Siz təhlilə cümlənin ortasından və ya istədiyiniz yerdən başlaya bilməzsiniz. Bu məcburi ardıcıllığa görə qrammatik analizlər həmişə prosedural bilik sayılır. 5-ci hissə. Diaqnostika və tətbiq. Öyrəndiklərimizi işə salaq. Bu sxem metodistlər və müəllimlər üçün əsl xilaskardır. Əgər bir tapşırığın növündə tərəddüd edirsinizsə, sadəcə bu sualları ardıcıl verin. Şagirddən yalnız xatırlamaq tələb olunur. Hə, demək faktolojidir. Yox, davam edirik. Səbəb axtarmaq, əlaqə qurmaq var. Hə, elə isə konseptual. Bu da deyilsə, bəs məsələ həlli, konkret addımlar var. Hə isə prosedural. Əgər heç biri deyilsə və şagird öz zəif tərəflərini, öz fərdi strategiyasını təhlil edirsə, deməli cavab metakognitivdir. Bu sistem heç vaxt yanılmır. Gəlin qısa bir praktika edək. 4 fərqli tapşırıq var. A variantı. Problemi gözündə canlandırmağın öz anlamasına kömək etdiyini bilir. Təbii ki, bu metakognitivdir. B variantı. Küləklərin adlarını sadalayır. Sadəcə xatırlama, yəni faktoloji. C variantı. Faiz nisbətini hesablayır. Riyazi addımlar var, deməli prosedural. D variantı. Amilləri qruplaşdırır, əlaqə qurur. Deməli bu da konseptualdır. Baxın, hər şey necə dəqiq yerinə oturdu. Və nəhayət 6-cı hissə öyrənmənin tam dövrəsi. Bu 4 blokun bir-biri ilə necə bağlardığına baxın. Vüsalə xanım master klassında bunu möhtəşəm bir memarlıq metaforası ilə izah edir. Təsəvvür edin ki, bina tikirsiniz. Faktoloji bilik bu binanın təməlidir. Konseptual bilik o təməl üzərində divarları əlaqələndirib qaldırır. Prosedural bilik binanın içindəki işıq, su kimi mexanizmləri işə salır. Metakognitiv bilik isə şagirdin binadan çölə çıxıb öz qurduğu bu mükəmməl arxitekturaya kənardan qiymət verməsidir. Onlar ayrılıqda yox, tam bir dövrü olaraq mükəmməldirlər. Sonda bu fundamental fikri əsla unutmayın. Bilik ötürülməsində şagird passiv alıcı deyil, aktiv inşaatçıdır. Bizim seçdiyimiz hər bir düzgün bilik növü o binanı tikmək üçün şagirdə verdiyimiz doğru alətdir. Yaxşı, indi özünüz üçün düşünün. Növbəti dərsinizdə şagirdlərinizə hansı aləti verəcəksiniz və onların inşa edəcəyi bina nə qədər möhkəm olacaq?